Hər birinizi xoş gördük, hörmətli kanal izləyicilərimiz. Həqiqətən də istədiyiniz evi bugün təqdimatını edirəm. Dəyərli izləyicilərimiz, o ki şəxsi ev istəyirdiniz, torpaq sahəsi geniş olsun, evin ölçüləri geniş olsun, bəli, yerləşmə yerdə ideal. Bağçalı evlərin arxa tərəfində qapısınacan asfalt, 5 nömrəli məktəbə yaxın, bilirsiniz də, yəni kompleksə yaxın evlər daha yaxşı, daha üstünlük təşkil edir, daha doğrusu. Var belə meyvə ağaclarından qismən istifadə olunub, əlavə də edib geniş bağ sahəsi yarada bilərsiniz. Evin 4 dövrümə, hər bir tərəfinə keçmək olur. Gördüyünüz kimi geniş evdir, cüt daşdan inşa olunub, fundament kəmər qarşısında çardağına kimi mövcuddur. Bütün kommunallar var və daimidir, fasiləsiz verilir. Bəzi ərazilərdə su fasilə edəndir, burada su da belə daimidir, yəni çənə ehtiyac yoxdur. Alt hissədə kombi yerləşdirilib, dəyərli izləyici. Hündür zirzəmiyə malikdir. Adam boyu hündürlüyündə zirzəmisi var. Rahat şəkildə bütün əşyalarınızı yerləşdirə bilərsiniz. Evin bax, bu yan tərəfinə də keçmək olur, digər yan tərəfinə. Kubçalı evdir, 3 sot torpaq sahəsində. Bugünkü gün üçün bu ərazidə torpağın bir sotu hələ 20.000 manata təklif olunur. Heç bir ərazidə torpaq yoxdur satışda bugünkü gün hal-hazırda. Geniş bizi dəhliz qarşılayır. Otaqları bölgü dəhliz vasitəsindəndir. Bu hissədə yerləşir sanitar qovşaq. Baxın, dəyərli izləyicilər, belə bir sanitar qovşaq var. Evimiz yaşayışlı ev olub. Hal-hazırda evdə yaşayış yoxdur. Açarlar bizdədir. Öncədən əlaqə saxlayıb gəlib baxa bilərsiniz. Bura qonaq otağıdır. Ölçülər genişdir. Həqiqətən də qonaq otağının ölçüsü genişdir. Burada yataq otağının üzrə mətbəxdir. Belə bir geniş mətbəx həqiqətən də ancaq şəxsi evlərdə olur. Çox geniş mətbəxi var, mebellər qalacaq, təbii ki, kombi, damam aksesuarları. Ev sahibi deyir ki, ola bilsin, digər əşyaları da saxladım. İndi onu danışıq yolu ilə həll etmək olar. Bura yataq otağından birincisi, hər bir aynasının qarşısı açıqdır. Marşrut xəttindən 150-200 metr məsafəsi ancaq olar. Bura isə sonuncu yataq otağıdır. Əlaqə nömrəmiz 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. Bir daha yerləşməyini xatırladım. Abşeron rayonu Masazır qəsəbəsi Şok Marketin arxa tərəfi həm 569 nömrəli marşrut xəttinə çıxmaq olar, həm 525 nömrəli marşrut xəttinə. Qurtuluş Bağçalı evlər yaşayış kompleksinin arxa tərəfinə düşür. Bütün kommunallar dediyim kimi var. Mərkəzi kanalizasiya sistemidir. Kubçalı evdir. Dövlət ipotekasından yararlı daxil kredit deyil. 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb gəlib evimizdən yaxından tanış ola bilərsiniz. İzlədiyi üçün hər birinizə bir daha təşəkkür edirəm.